Bahar gəldi, Novruz gəldi. Təbiət yenidən oyanır, ağaclar tumurcuqlayır, günəş daha isti doğmağa başlayır. İnsanların qəlbində də yeni ümidlər yaranmağa başlayır. Ona görə də biz hər il Novruzu böyük həvəslə qeyd edirik. Qədimdə insanlar inanırdılar ki, baharın gəlişi ilə həyat yenidən başlayır və yenidən canlanır. Ona görə də onlar evləri təmizləyir, səməni qoyur, süfrələri bəzəyir və tonqallar qalayırdılar. Köhnə ili geridə qoymaq və yeni ilə daha ümidlə başlayırdılar. Novruz bizə xatırladır ki, hər qışdan sonra bahar gəlir, hər çətinlikdən sonra asanlıq gəlir. Ona görə də bu bayramda hamı bir araya gəlir, küsürlər barışır və bir-birindən sevinç paylaşırlar. Elə Novruzun da mənası budur, insanların qəlbində sevgi, sevinç və ümid yaratmaq. Novruz bayramınız mübarək olsun, bahar qəlbinizə də gəlsin.